2001-ci ildə zərb olunmuş bu Amerika sentinin heç bir numizmatik dəyəri yoxdur. Hazırda tədavüldədir, alış-verişlərdə istifadə olunur və dəyəri elə 1 sentdir. Bəs necə oldu ki, belə bir sent keçən il 60.000 dollara, bizim pulla təxminən 102.000 manata satıldı? Bu, onun arxa hissəsini çevirəndə aydın olur. Reverse, yəni arxa hissəsində tam fərqli bir dizayn var. 10 sentlik diamond, Roosevelt diamondın dizaynı vurulub. Bu qatır sikkədir. İngilis dilində bu xətaya milled coin deyilir. Yəni, iki fərqli nominallı və ya iki fərqli ölkələrdən olan sikkənin vahid ala gəlməsi. 1 sent alt qəlibin əvəzinə 10 sentdən istifadə olunub və səhvən bu cür qatır sikkələr ərsəyə gəlib. Əslində 1 sentin arxası bu cür olmalı idi. 2001-ci ilin məlum olan bu cür qatır sikkələrinin sayı cəmi 7 ədəddir və onlardan biri ötən il Heritage hərrac evində 60.000 dollara, bizim pulla 102.000 manata satılıb. Videomu bəyənməyi unutmayın.